Instagram və TikTok sosial şəbəkələrində həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının azadlığa çıxması və onun məclislərdən birində rəqs etməsi ilə bağlı məlumatlar yayılıb, videolar paylaşılıb. Today Press TV xəbər verir ki, Musavat.com yayılan məlumatları dəqiqləşdirmək üçün meyxanaçının BBC qızı, jurnalist Könül Aypara ilə əlaqə saxlayıb. O, sözü gedən xəbərlərin həqiqəti əks etdirmədiyini və videoların köhnə olduğunu deyib. Stat: Rəşad həbsdədir, azadlığa çıxmayıb. Sosial şəbəkələrdə bəzi səhifələr ip yığmaq məqsədi ilə belə saxta məlumatlar paylaşırlar. Yaxın günlərdə bununla bağlı oğlu açıqlama verəcək. Rəşadın həyatında hansısa dəyişiklik baş verməyib. Həbs həyatı davam edir. Statın sonu. Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən dəhşətli hadisədən sonra həbs olunub. Meyxanaçı yaşadığı ünvanda qonşusu 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq qətlə yetirib. Hadisə ölkə ictimaiyyətində böyük rezonans doğurmuşdur. İstintaqın yekununa görə Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz soyuq silah gəzdirmə maddələri üzrə ittiham irəli sürülüb. Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilib. Hökmə əsasən meyxanaçı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Namiq Abbasov, Today Press TV.